Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə görə Azərbaycan Respublikasının yanğından mühafizə sistemi dövlət yanğından mühafizə, idarədənkənar yanğından mühafizə və könüllü yanğından mühafizə olmaqla 3 yerə ayrılır. İrəliyən dəqiqələrdə sizin nəzərinizə könüllü yanğından mühafizə haqqında məlumatları çatdırmaq istəyirəm. Yaşayış məntəqələrində, müəssisələrdə, idarələrdə və təşkilatlarda yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili tədbirlərini həyata keçirmək məqsədi ilə müəssisənin fəhlələri, qulluqçuları, mühəndis texniki işçiləri, eləcə də başqa vətəndaşlar sırasından yanğınsöndürmə dəstələri, komandaları təşkil edilməlidir. Bu dəstələr könüllü yanğınsöndürmə dəstələri adlanır və könüllü yanğınsöndürmə dəstələri adından göründüyü kimi könüllü prinsipi önə çəkilməklə təşkil edilməlidir. Könüllü yanğınsöndürmə dəstələri haqqında əsasnaməni Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi təsdiq edir. Könüllü yanğınsöndürmə dəstələri üzvlərinin yanğının və ya qəzaların nəticələrinin aradan qaldırılmasında, yanğın profilaktikası tədbirlərinin həyata keçirilməsində iştirak etmələri, habelə onların tədris hazırlığı və növbə çəkmələri üçün ödəniş müəyyən edilmiş qaydada ödənilməlidir. İşçilərinin ümumi sayı 15 nəfərdən çox olan hər bir müəssisədə könüllü yanğınsöndürmə dəstəsi komplektləşdirilməlidir. Əgər müəssisə işçilərinin sayı 15 nəfər və daha azdırsa,